Salam əziz dostlar. Bu günlərim sizinlə toyuq qızartması reseptini sizinlə paylaşacağım. Həm badımcan qızardacağıq, həm də toyuq. Bunu toyuğu əvvəlcədən qoyuruq, grill formasında əvvəlcədən bişiririk suda. Üzərinə toyuğu əvvəlcədən qoymuşuq suya. İndi isə üzərinə suyu, duz tökürük ki, yaxşı pişəndə duz canına hopsun. İndi qoyacağıq pişməyə. Pişəndən sonra yağ töküb tavada qızardacağıq. Toyuğumuz duzlu suda bişdi. İndi isə tavaya duru yağ tökmüşük. Qoyuruq qızarmağa. Grill kimi qırmızı qızardacağıq hər tərəfini. Mütləq suya duz tökün ki, toyuğun sonradan duz tökməyə ehtiyac olmasın. İndi qoyuruq qızarmağa. Qızarandan sonra badımcanları bir də kartofu qızardacağıq. Neyse götürürük. Eyni qaydada yenə duzluyuq. Tavaya yığırıq. Badımcanlar da pomidorlar qızardı. İndi isə keçirik kartofun qızarmasına. Kartofları da mən bu formada, bəzəkli formada doğramışam. İndi isə bir yağ töküb tavaya qoyuruq qızarmağa. Biraz iri doğruyoruz, bir kalka verdiğimiz. Şimdi ise üzerine bağladık. Devam edelim. Tuz, bir çay kaşığı tuz dökülür üzerine. Doğru kızarmalı. Üzerini mən örtmürəm. Üzerini örtəndə kartoflar yaxşı kızarmır, əzilir. Şimdi isə kızardıkça özünü çevirəcəyik. Qoyaq 5-10 dəqiqədən sonra təzən yemək verilir. Yemeğimiz hazır oldu. Badımcan qızartdıq, pomidoru qızartdıq, kartofu, bir də toyuğu. Çox gözəl görünüşü var. Bişirib siz də yeyə bilərsiniz. Çox gözəl və dadlı olur. Xahiş edirik, abunə olun, yorum yazın, bəyənin. Sizin dəstəkləriniz bizim üçün önəmlidir. Siz bizə abunə olduqca, bəyəndikcə videolarımızı, yorum yazdıqca biz də bildiyimiz yeməkləri sizinlə paylaşırıq. Hər birinizə təşəkkür edirəm.